FinCode, mobil nömrə ilə qeydiyyat prosesinin təsviri. Uğurlu biznes asan qeydiyyat prosesindən başlayır. İndi kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı 20 dəqiqə sərf etməklə bir prosedurla və sıfır xərclə həyata keçirilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər mobil nömrə və FinCode-la onlayn dövlət qeydiyyatından keçirilər. Bunun üçün yalnız 6 addım tələb olunur. Addım 1. Asan imzası olmayan istifadəçi İnternet Vergi İdarəsinin 3w.e-taxes.gov.az onlayn kargüzarlıq bölməsinə daxil olmaq üçün mobil telefon nömrəsini və FinCode-unu daxil edib daxil ol düyməsini sıxır. Addım 2. Daxil edilən mobil nömrənin həmin FinCode-a aid olması barədə mobil operatora sorğu göndərilir. Uyğunsuzluq aşkar edilmədikdə mobil nömrəyə 6 rəqəmli yoxlama kodu göndərilir. Addım 3. İstifadəçi yoxlama kodunu əlavə edib onlayn kargüzarlıq bölməsinə daxil olur. Onlayn kargüzarlıq aşağıdakı bölmələrdən ibarətdir: gələnlər, göndərdiklərim, imzalanacaqlar, hüquqi şəxslərin elektron qeydiyyatı, istifadəçi tərəfindən hüquqi şəxslərin elektron qeydiyyatı və ərizə növü hüquqi şəxslərin elektron qeydiyyatı seçilir. Addım 4. Ərizə növü hüquqi şəxslərin elektron qeydiyyatı seçildikdən sonra hüquqi şəxsin elektron qeydiyyatı ekranına aşağıdakı məlumatlar daxil edilir. Daxil edilən məlumatlar: MMC-nin adı, təsisçilər barədə məlumatlar, təsisçinin PIN-kodu, adı, soyadı, atasının adı, doğum tarixi, yaşayış ünvanı, ev və mobil telefonları, nizamnamə kapitalının məbləği və payların sayı. Burada məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının ümumi məbləği, payların ümumi miqdarı və təsisçilərin ümumi sayı qeyd edilir. Hüquqi ünvan. Burada hüquqi şəxsin ünvanı, əlaqə nömrələri və elektron ünvanı qeyd edilir. İcra orqanı barədə məlumatlar. MMC-nin icra orqanının forması, icra orqanının rəhbərinin PIN-kodu, adı, soyadı, atasının adı, doğum tarixi, yaşayış ünvanı qeyd edilir. Müşahidə Şurasının üzvləri barədə məlumatlar. Hüquqi şəxsin fəaliyyət sahəsi, vergi mükəlləfiyyəti və ƏDV qeydiyyatı. Bank hesabı üçün şəhadətnamə dublikat barədə məlumatlar. Burada bankın adı, filialın adı, hesabın növü və valyuta qeyd edilir. Asan imza almaq üçün məlumatlar. Burada istifadəçinin ID kodu, elektron ünvanı, möhür tələbi, sertifikatın tipi, rəhbərin asan imza mobil nömrəsi kimi məlumatlar daxil edilir. Əmək müqaviləsinin məlumatları. Burada işçinin PIN-kodu, adı, soyadı, atasının adı, doğum tarixi, təhsili, işçinin iş yerinin əsas və ya əlavə olması barədə qeyd, işçinin vəzifəsinin adı, əmək müqaviləsinin müddəti, işçinin işə başlama tarixi, əməyin ödənilməsi kimi məlumatlar daxil edilir. Addım 5. Məlumatlar daxil edildikdən sonra istifadəçi irəli düyməsini sıxır, daxil edilmiş məlumatlara əsasən avtomatik hazırlanan ərizə və nizamnamə ilə tanış olur. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyat ərizəsində MMC-nin adı, MMC-nin nizamnamə kapitalı, MMC-nin təsisçilərinin ümumi sayı, təsisçi hüquqi şəxslərin məlumatları, təsisçi fiziki şəxslərin məlumatları, MMC-nin hüquqi ünvanı, cəmiyyətin icra orqanının forması, cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları və s. əks olunur. İstifadəçi təsdiqlənəcək şəxslər düyməsini sıxdıqda MMC-nin qeydiyyat ərizəsi və nizamnaməsi təsisçi və təmsilçinin təsdiqlənəcəklər qovluğunda əks olunur. Təsisçi tərəfindən təsdiq edildikdən sonra təmsilçi qeydiyyat ərizəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərir.
Addım 6. Qeydiyyat ərizəsi göndərildikdən sonra yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında elektron ərizənin qəbul edilməsi barədə bildiriş ekranda əks olunur. Bildirişdə MMC-nin dövlət qeydiyyatına alınmasını təsdiq edən vöyn və ərizənin dövlət vergi xidmətinin bir pəncərə sistemində qeydiyyata alındığı kargüzarlıq nömrəsi əks olunur. Hüquqi şəxsin şəhadətnaməsi, nizamnaməsi və dövlət reyestrindən çıxarış MMC-nin elektron kabinetinə göndərilir. MMC ƏDV qeydiyyatına alınır. Onun şəhadətnamə dublikatları müvafiq bank idarələrinə göndərilir. Asan imza almaq üçün müraciət müvafiq sertifikat xidmət mərkəzinə ötürülür. Əmək müqavilələri barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanununa əsasən elektron kabinetə göndərilmiş elektron qeydiyyat sənədləri rəsmi tanınır və banklar, notariuslar və digər dövlət orqanları bu sənədlərdən onlayn rejimdə istifadə edə bilirlər. Beləliklə, İnternet Vergi İdarəsi vasitəsilə istifadəçi mobil nömrə və FIN kodla yaratdığı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətini 20 dəqiqə sərf etməklə, bir prosedurla və sıfır xərclə onlayn dövlət qeydiyyatından keçirir. Bu, onlayn dövlət qeydiyyatının üstünlüyü, rahatlıq, vaxta qənaət və şəffaflıqdır.